Salam dostlar. Sonuncu videomuzda adi və onluq kəsrlərin birinci hissəsinin izahına baxmışdıq. İndi isə ikinci hissəsinin sualların izahını təqdim edirik. Dostlar, birinci sualda belə bir sual verilib bizə. Deməli, sonsuz dövrü onluq kəsri adi kəsr çevirin. Diqqət edirsinizsə, bizə verilən kəsirdə 6'lar təkrarlanır. Onda bu o deməkdir ki, 0 tam dövrdə 6'dır. Yəni, biz bunu deməli 9'da 6 şəklində də yaza bilərik. Və dostlar, sürət və məxrəci 3-ü ixtisar edəsik, nəticədə 3'də 2 qiyməti qalır. Buna görə cavabımız olacaq A variantı. Dostlar, ikinci suala baxırıq. İkinci sualda deyir ki, M-in hansı natural qiymətlərində 5 bölünsün M kəsiri düzgün olmayan kəsir olar? Dostlar, bilirik ki, kəsirin düzgün olmayan kəsir olması üçün ya surət məxrəci bərabər olmalıdır, ya da surət məxrəcdən böyük olmalıdır. Dostlar, deməli 5 bölünsün M kəsiri düzgün olmayan olması üçün məxrəc 1-dən 5-ə qədər qiymətlər ala bilər. Buna görə doğru cavabımız olacaq B variantı. Üçüncü sualda da oxşar sual verilib. M-in hansı natural qiymətində 4 bölünsün M kəsiri düzgün olmayan kəsir olar? Dostlar, kəsirin düzgün olmayan olması üçün onun surəti ya məxrəcə bərabər olmalıydı, ya da surət məxrəcdən böyük olmalıydı. Buna görə M-in ala biləcəyi qiymətlər 1-dən 4-ə qədər qiymətlərdir. Bu da C variantı. Növbəti 4-cü suala baxıram. 4-də deyir ki, A-nın hansı natural qiymətlərində 7A üstəgəl 6-nın 20-yə nisbəti bu kəsir düzgün kəsir olar. Dostlar, 7A üstəgəl 6-nın 20-yə nisbəti verilibdir. Kəsirin düzgün kəsiri olması üçün onun surəti məxrəcindən kiçik olmalıdır. Yəni 7A üstəgəlsin 6 kiçikdir 20-dən. Buradan 7A kiçikdir 14-dən. A da kiçik olmalıdır. Hər tərəfi 7-yə böləndə A da 2-dən kiçik qiymət almalıdır. Deyir, A-nın hansı natural qiymətində? Biz də bilirik ki, bu şərti ödəyə biləcək yeganə natural qiymət A-nın 1 qiymətidir. Buna görə cavabımız olacaq bizim A variantı. Növbəti dostlar, 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, B ən kiçik sadə ədəddirsə, B bölünsün 5 minus A ifadəsinin düzgün kəsir olması üçün A tam ədədi hansı şərti ödəməlidir? Dostlar, B ən kiçik sadə ədəddir. Biz bilirik ki, ən kiçik sadə ədəd 2-dir. Bu zaman 2 bölünsün 5 minus A yazırıq. Bizə deyir ki, bu kəsirin düzgün kəsir olması üçün A ədədi hansı şərti ödəməlidir? Dostlar, kəsirin düzgün kəsir olması üçün məxrəci surətindən böyük olmalıdır. Yəni 5 minus A ifadəsi böyük olmalıdır 2-dən. Buradan dostlar, 2-ni sol tərəfə keçirsəm, işarəsi dəyişir, mənfi 2 olur. A-nı sağ tərəfə keçirsəm, mənfi idi, işarə dəyişir, müsbət A olacaq. Və nəticədə 5 minus 2, yəni 3 böyükdür, deməli A-dan. A 3-dən kiçik qiymətlər almalıdır. Üzrü sayın, düz demişəm. A 3-dən kiçik qiymətlər almalıdır. Buna görə cavabımız olacaq C variantı. Dostlar, növbəti 6-cı suala baxırıq. 6-cı sualda deməli bizə deyir ki, 16-da 7, 50-də 7, 64-də 3, 40-da 9 və 36-da 5 kəsirlərindən hansı sonlu onluq kəsir şəklində göstərilə bilməz? Dostlar, kəsirin sonlu onluq kəsir şəklində göstərilə bilməsi üçün məxrəc 2-nin, 5-in və yaxud da onların hasilinin qüvvətlərindən ibarət olmalıdır. Yəni, məxrəcdə ya 2-nin qüvvətləri ola bilər, ya 5-in, ya da onların hasili ola bilər. Əlavə başqa bir vuruq ola bilməz. Dostlar, burada 16-da 7 veribdir. Deməli, 16 bilir ki, 2 üstü 4-dür, surətimizdə 7-dir. Məxrəc yalnız 2-nin qüvvəti olduğu üçün bu sonlu onluq kəsir kimi göstərilə bilir. Növbəti kəsirimiz 50-də 7-dir. Deməli, 7 bölünsün. 50-ni biz 5-in kvadratı vurulsun 2 üstü 1 şəklində yaza bilərik. 2 və yalnız 5-dən ibarət olduğu üçün məxrəc bu da sonlu onluq kəsir kimi göstərilə bilir. Növbəti kəsirimiz 64-də 3-dür. Dostlar, bilirik ki, 64 2 üstü 6 deməkdir. Məxrəc yalnız 2 vuruqlarından ibarət olduğu üçün sonlu onluq kəsir kimi göstərilə biləcək. Növbəti dostlar 40-da 9-dur. 40 bilirik ki, bizdə 5 üstü 1 vurulsun 2-nin kubu deməkdir. Məxrəcdə yalnız 5 və 2 vuruqları olduğu üçün bu da sonlu onluq kəsir kimi göstərilə bilir. Amma dostlar, 36-da 5-ə baxsaq, biz bilirik ki, 36 dostlar 3-ün kvadratı vurulsun 2-nin kvadratıdır. Məxrəcdə 3 vuruğu var və ixtisar getmiş surətlə. Buna görə bu kəsiri sonlu onluq kəsir kimi göstərmək olmaz. Buna görə cavabımız olacaq A variantı.
Növbəti dostlar, keçirik 7-ci suala. 7-ci sualda bizə deyir ki, 2n-3-ün 5-ə nisbəti adi kəsrinin düzgün kəsr olması üçün n-in ala biləcəyi natural qiymətlərin cəmini istəyir məndən. Dostlar, kəsrin düzgün kəsr olması üçün onun deməli surəti məxrəcindən kiçik olmalıdır. Buna görə 2n-3 kiçikdir 5 olmalıdır. Buradan 2n kiçikdir 8-dən və dostlar, hər tərəfi 2-yə bölsək, onda n də kiçikdir 4-dən alırıq. Dostlar, n deməli 4-dən kiçikdir. 4-dən kiçik n hansı natural qiymətləri ala bilər? Deməli, n 4-dən kiçik 1, 2, 3 qiymətləri ala bilər. Amma dostlar, gətirib 1, 2, 3 qiymətlərindən yerinə yazdıqda, baxın, 1-i yazdıqda 2-ni 1-ə vurduqda 2 eləyir, 3 çıxanda -1 eləyir. Surət mənfi olduğu üçün biz bir qiymətin götürmürük. Amma 2 qiymətin yerinə yazsaq, 2, 2-nin 4, 3 çıxanda 1 eləyir, müsbət olur surət. Və 3 qiymətin yerinə yazsaq, 2, 3-ün 6 eləyir, 3 çıxanda da 3 qalır. Bu da müsbət olur. Ona görə n-in ala biləcəyi qiymətlər 2 ilə 3-dür və məndən bu qiymətlərin cəmini istəyir, bərabərdir 5-ə. Deməli, cavabımız B variantıdır. Növbəti baxırıq dostlar, 8-ci suala. 8-ci sualda bizə deyir ki, kəsirlərinin hansı sonlu onluq kəsir şəklində göstərilə bilər? Dostlar, bayaq dediyimiz kimi, kəsirin sonlu onluq kəsir şəklində göstərilə bilməsi üçün məxrəc yalnız 2, 5 ya da onun hasillərinin qüvvətlərindən ibarət olmalıdır. Dostlar, 12 bilirik ki, 12, 3 vurulsun, deməli 2-nin kvadratıdır. 3 burada ixtisar getmir və məxrəcdə 3 vurğu olduğu kimi qalır. 3 vurğu deməli əlavə olduğu üçün, deməli bu kəsiri sonlu onluq kəsir şəklində göstərə bilmərik. Sonra ikincisi dostlar, 36-da 5 veribdir. 36-da 5 ifadəsində də məxrəclə surət ixtisar getmir və məxrəc 3-ün kvadratı vurulsun 2-nin kvadratı şəklindədir. 2-dən əlavə 3 vurğu olduğu üçün bu da sonlu onluq kəsir kimi göstərilə bilməyəcək. Üçüncü kəsir 32-də 9 verilibdir. Bərabər dostlar, 32 2 üstü 5-dir. Biz dedik ki, sonlu onluq kəsir şəklində göstərilə bilməsi üçün məxrəcdə ya 2-nin qüvvətləri olmalıdır, ya 5-in qüvvətləri, ya da 2 ilə 5-in qüvvətlərinin hasili olmalıdır. Burada yalnız 2-nin deməli qüvvətlərindən ibarət olduğu üçün bu şərt ödənir. Buna görə cavabımız C variantıdır. Növbəti baxırıq dostlar 9-cu suala. 9-cu sualda deyir ki, 15-də 7 kəsirinin sonsuz dövrü onluq kəsir şəklində göstərin. Dostlar, 15-də 7-nin sonsuz dövrü onluq kəsir şəklində göstərmək üçün surəti məxrəcə bölməliyəm. Bu zaman budaqlı bölmədən istifadə edirəm. 7 15-ə bölünmür deyə 0 tam yazırıq. Özümüzdən 0 əlavə edirik. 70 15-ə düşür 4 dəfə. 4 15-in 60 eləyir. 70-dən 60 çıxanda nəticədə 10 qalır. Dostlar, bir dənə 0 əlavə edirik. 100-ü 15-ə böldükdə nəticə düşəcək bizdə 6 dəfə. 6 15-in 90 eləyir. Çıxanda yenə 10 qalır. Yenə 1 0 əlavə edirik. 100-ü yenə 15-ə böldükdə 6 dəfə. 15 6-nın 90 edir. Yenə çıxdıqda 10 qalır. Bu prosesi davam elətdirsək, hər dəfə natamam qismətdə 6 qiymətləri alacaq və qalıqda da 10 qalacaq. Bu o demək ki, 6-lar sonsuz şəkildə davam edir. Onda buradan belə bir nəticəyə gəlirik ki, 15-də 7 kəsir bərabərdir 0,4 dövrdə 6. Bu da olacaq, deməli B variantı. Növbəti baxıram dostlar 10-cu suala. 10-cu sualda deməli bizə deyir ki, 573-dən 5A3 kəsirində A-nın yerinə hansı rəqəmləri yazdıqda düzgün olmayan kəsir alınar? Dostlar, kəsirin düzgün olmayan olması üçün onun surəti məxrəcinə ya bərabər olmalıdır, ya da böyük olmalıdır. Yəni 5A3 3 rəqəmli ədədi böyük bərabərdir, deməli 573-dən. Bu zaman dostlar, A-nın ala biləcəyi qiymətlər 7 ola bilər, 8 ola bilər, bir də 9 ola bilər. Yəni 573, 583 və 593. Bu şərti ödəyir 7, 8, 9. Bu da A variantıdır. 11-ci suala baxırıq dostlar. Deyir ki, bizə verilmiş bu kəsirdə A-nın yerinə hansı rəqəmləri yazdıqda düzgün kəsir alınar? Dostlar, kəsirin düzgün kəsir olması üçün onun surəti məxrəcindən kiçik olmalıdır. Yəni 5A3 kiçikdir 533-dən. Bu zaman A-nın ala biləcəyi qiymətlər 0 ola bilər, 1 ola bilər, bir də 2 qiymət ola bilər. Buna görə cavabımız Y variantıdır. Növbəti baxırıq dostlar 12-ci suala.
12-ci sualda ifadənin qiymətini hesablamağımızı istəyir. Dostlar, deməli 0,12 dövri hissədə 153 yazıb, üstə gəlinsin 0,87 dövri hissədə 846 ədədi yazıb. Bərabərdir. Dostlar, gəlin sadələşdirək. Birinci ədədi sadələşdirsək, dövri hissədə olan rəqəmlərin sayı qədər 9 yazırıq. 3 dənə rəqəm var deyə 3 dənə 9. Tam hissə ilə dövri hissənin arasında qalan rəqəmlərin sayı qədər 0 yazırıq. 2 dənə 0 və surətdə olan ədədi olduğu kimi oxuyuruq. 12153 və arada qalan hissəni çıxırıq. Çıxılsın 12. Üstə gəlinsin, eyni qayda ilə ikinci kəsirdə yazıram. Yenə dövri hissədə 3 dənə rəqəm var deyə 3 dənə 9 yazırıq. Tam hissə ilə dövri hissənin arasında qalan rəqəmlərin sayı 2 dənədir deyə 2 dənə 0 yazırıq. Və ədədi olduğu kimi oxusam 87846 və bundan çıxırıq 87 hissəsinə. Bərabərdir. Dostlar, məxrəclər eyni olduğu üçün bunları bir məxrəcə yaza bilərəm. 99100-də və dostlar 12153 ilə 87846 müsbətdir. Bunları toplasaq 99999 alarıq. 99999 və çıxılsın 12 ilə də 87 hər ikisi mənfidir. Hər ikisi mənfi olduğu üçün toplayıb qarşısında mənfi götürürük. Mənfi 12, mənfi 87 topladıqda bizə mənfi deməli 99 qiyməti verəcək. Nəticədə dostlar, surətdə də 99900 qalır. Məxrəcdə də 99900 və bu ədədləri bir-birinə böldükdə bizə bir qiyməti verəcək. Deməli, cavabımız olur D variantı. Növbəti baxırıq dostlar 13-cü suala. Oxşar sual verilibdir bizə. 13-cü sualda 0,56 dövri hissədə 486 çıxılsın 0,23 dövri hissədə 153 verib. Bərabərdir. Dostlar, dövri hissədə olan rəqəmin sayı qədər 9 yazırıq. 3 dənə rəqəm var deyə 3, 9. Tam hissə ilə dövri hissənin arasında qalan rəqəmin sayı qədər 0 yazırıq və ədədi olduğu kimi oxuyuruq 56486. Bundan çıxırıq arada qalan hissəni 56-na. Çıxılsın dostlar, gəlirəm digər ədədə. Eyni qayda ilə dövri hissədə olan rəqəmin sayı qədər 9 yazıram. Arada qalan rəqəmin sayı qədər 0 yazırıq və ədədi olduğu kimi oxuyub bundan arada qalan hissəni çıxırıq. Bu da bərabərdir dostlar. Bunu mən bir kəsirdə yazsam, məxrəclər eyni olduğu üçün bir kəsir şəklində yaza bilərik, yəni ortaq məxrəcdə. Bu zaman 56486 çıxılsın 23153 mənfi 56 və dostlar, mənfi 23-də bizə müsbət 23 verəcək. Bərabərdir. Və dostlar, hesablama aparsaq, məxrəcdə 99900 olur, olduğu kimi 56486-dan 23153-ü çıxdıqda 33333 ədədi alınır və mənfi 56-nın üzərinə 23 gəldikdə də mənfi 33 alırıq. Buradan da dostlar, nəticədə 99900-də surətdə də 33300 alınacaq və sıfırları ixtisar aparırıq. 999-dan 333 ixtisar getsə, elə 333-ə tam bölünür, nəticədə 3də 1 kəsiri qalır. Bu da dostlar C variantı. Növbəti baxırıq 14-cü suala. Dostlar, 14-cü sualda bizə nə deyir? 14-cü sualda n-in hansı natural qiymətlərində kəsiri düzgün kəsirdir? Dostlar, kəsirin düzgün kəsiri olması üçün dedik ki, məxrəci surətindən böyük olmalıdır. Bu zaman dostlar, 3n kiçikdir 2n plus 4-dən, hər tərəfdən 2n-ni çıxsaq, nəticədə n kiçikdir 4 qiyməti qalar. Dostlar, n 4-dən kiçikdir və n-in hansı natural qiymətləri deyir? Natural qiymətlər deyirsə, n-i yalnız müsbət tam qiymətlər yaza bilərəm. Yəni, n 1, 2 və 3 qiymətləri ala bilər. Və dostlar, 1, 2, 3 qiymətlərini aparıb yerinə yazdıqda, surət və məxrəcimiz müsbət olduğu üçün bu zaman bu şərt ödənir. Deməli, doğru cavabımız olacaq bizim Y variantı. Növbəti dostlar, keçirik 15-ci suala. 15-ci sualda deyir ki, B-nin hansı natural qiymətlərində kəsiri düzgün olmayan kəsirdir? Dostlar, kəsirin düzgün olmayan olması üçün onun surəti məxrəcindən böyük bərabər olmalıdır. Bu zaman B üstəgəl 3 böyük bərabərdir 2B-dən. Hər tərəfdən B-lərdən birini çıxsam, 3 böyük bərabərdir B qalır.
Deməli, B 3 və 3-dən kiçik, deməli, qiymətlər ala bilər. B-nin məndən natural qiymətlərini istədiyi üçün B 1, 2, 3 natural qiymətlərini ala bilər. Deməli, bu qiymətləri aparıb yerinə yazdıqda surət məxrəcimiz müsbət tam ədədlər olur. Və dostlar, deməli, cavabımız olacaq bizim D variantı. Növbəti baxırıq 16-cı suala. Dostlar, 16-cı sualda deyir ki, hansı bərabərlik doğru deyil? Gəlin A variantını araşdıraq. A variantında 0 tam, deməli, dövrdə 81 verib. Dostlar, dövrdə olan rəqəmlərin sayı qədəri məxrəci 99 yazırıq. Dövrü isə elə saf dövr onluq kəsir olduğu kimi 81 yazıram surətə. Hər tərəfi 9-u ixtisar aparsam, bu zaman nəticədə deməli 11-də 9 qiyməti qalar. A variantında isə 45-də 31 verib. Elə ona görə A variantı yanlışdır. Cavabımız olacaq A variantı. Növbəti baxırıq dostlar 17-ci suala. 17. Dostlar, 17-ci sualda da oxşar sual verilib bizə. Deyir ki, hansı bərabərlik deməli doğrudur? Bu dəfə doğrunu istəyir. A variantına baxsaq, 15-də 8 dostlar bərabərdir 0 tam 54 dövrdə 3 verib. Gəlin bunu sadələşdirək. 0 tam 54 dövrdə 3 bərabərdir. Dedik ki, dövr hissədə olan rəqəmin sayı qədər 9 yazırıq. Tam hissə ilə dövr hissənin arasında qalan, deməli, rəqəmin sayı qədər 0 yazırıq. Ədədi olduğu kimi yazıb, deməli, bundan arada qalan hissəni çıxmalıyıq. Bərabərdir, dostlar. Buradan 900-dən 543-dən 54-ü çıxdıqda 13-dən 4 9, 13-dən 5 8, 489 qalır. Və dostlar, ixtisar aparmağa çalışsaq, 3-ü ixtisar getsəm, bu zaman surətdə qalacaq 163, məxrəcdə də qalacaq deməli 300 qiyməti. Bundan artıq ixtisar gedirmi? Bundan artıq dostlar, ixtisar getmir. 163-də 3-ə bölünən deyil. Elə A variantı nədir? Yanlışdır. A variantı doğru deyil. Buna görə A variantını götürmürük. B variantına baxsaq dostlar, B variantında 9-da 7 bərabər dostlar dövrdə deməli 7 verib. Dövrdə 7 ilə 9-da 7 deməkdir. Ona görə B variantı tamamilə doğrudur. Növbəti baxırıq 18-ci suala. Dostlar, 18-ci sualda deyir ki, M-in neçə natural qiymətində kəsri natural ədəddir? Gəlin baxaq. M kvadrat üstə gəlsin 5M, üstə gəl 6-nın M-ə nisbəti verilibdir. Bu kəsir sadələşdirsəm, M kvadratın M-ə nisbəti, üstə gəl 5M-in M-ə nisbəti, üstə gəlsin 6-nın M-ə nisbəti. Ayrı-ayrı kəsirlər şəklində yazdıq. Buradan da alırıq ki, M kvadratını M-ə böldükdə M qalır. 5M-i M-ə böldükdə 5 qalır və üstə gəlsin 6-nın M-ə nisbəti. Dostlar, deyir ki, M-in neçə natural qiymətində kəsri natural ədəddir. Dostlar, biz bilirik ki, baxın, bu hissədən tam qiymət çıxır, bu hissədən də tam qiymət çıxır. Bir dənə bu kəsiri tam ədəd eləmək üçün bizim, deməli, üçüncü toplamımız tam olmalıdır. Məndən natural istəyirsə, M-ə müsbət qiymətləri yazmalıyam və 6 bölünsün M hissəsinin, deməli, natural qiyməti alması üçün bu zaman M-in ala biləcəyi qiymətlər 6-nın bölənləri çoxluğudur. Yəni, M 1 ala bilər, 2 ala bilər, 3 ala bilər, bir də 6 qiyməti. Deməli, M-in 4 dənə natural qiymətində. Bu da olacaq bizdə B variantı. Növbəti baxırıq dostlar 19-cu suala. 19-cu sualda deyir ki, K-nın neçə natural qiymətində K kvadrat üstə gəl 2K üstə gəl 4-ün K-ya nisbəti kəsri natural ədəddir. Dostlar, bu ifadəni də sadələşdirsək, K kvadratının K-ya nisbəti, 2K-nın K-ya nisbəti və 4-ün K-ya nisbəti ayrı-ayrı kəsirlər şəklində yaza bilərəm. K kvadratını K-ya böldükdə K dəfə, 2K-nı K-ya böldükdə 2 və üstə gəlsin 4 bölünsün K ifadəsi var. Dostlar, K-nın hansı natural qiymətlərində, neçə natural qiymətlərində ifadənin qiyməti natural olur? İfadənin qiyməti natural olması üçün mən bu kəsiri nəzərə almalıyam. Dostlar, 4 bölünsün K qiyməti, deməli, natural olması üçün K-nın ala biləcəyi qiymətlər 4-ün bölənləri çoxluğudur. Yəni, 1, 2 və K-ya 4 qiyməti yaza bilərik. 1, 2, 4, dostlar, bu da olacaq 3 dənə müxtəlif qiymətində. Yəni, A variantı. Növbəti dostlar, keçirik 20-ci suala. 20-ci sualda deyir ki, məxrəci 16 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar?
Dostlar, məxrəci 16 olan düzgün kəsirlərdən. Dostlar, biz bilirik ki, məxrəci 16 olan düzgün kəsir deyirsə, bu zaman kəsirin surəti məxrəcindən deməli kiçik olmalıdır. Düzgün kəsir dediyinə görə surət məxrəcindən kiçik olmalıdır. Bu zaman x kiçikdir 16. Bu şərti ödəyən deməli x-in 1-dən 16-ya qədər natural qiymətləri var. Yəni x-in sayı bizdə olacaq deməli 15 dənə ədəd. 15 ədəd deməli düzgün kəsirimiz var. Məxrəc 16 olduğu üçün dostlar, 16-nı mən belə yaza bilərəm. X bölünsün 2 üstü 4 şəklində də yaza bilərik. Biz dedik ki, kəsiri sonlu onluq kəsir şəklində göstərə bilməyimiz üçün məxrəc 2-nin, 5-in və yaxud da onların hasillərinin qüvvətləri olmalıdır. Dostlar, deməli burada yalnız 2-nin qüvvəti olduğu üçün burada məxrəci 16 olan bütün kəsirləri sonlu onluq kəsir şəklində göstərmək mümkündür. Yəni 15 kəsirin 15-i də bu şərti ödəyir. Buna görə cavabımız olacaq elə Y variantı. Növbəti baxırıq dostlar 21-ci suala. Deyir ki, məxrəci 32 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Dostlar, məxrəci 32 olan düzgün kəsir deyirsə, bizim deməli 31 dənə düzgün kəsirimiz var. Biz bilirik ki, düzgün kəsir dedikdə surət məxrəcdən kiçik olmalıdır. Bu zaman 1-dən 31-ə qədər surətə natural qiymətlər yaza bilərik ki, deməli 31 dənə bizim düzgün kəsirimiz var. Və dostlar, 31 dənə düzgün kəsirimiz var. Bu kəsirlərdən neçəsi deməli məxrəci sonlu onluq kəsir şəklində göstərə bilirik. Dostlar, məxrəci diqqət eləsəz 32 2-nin qüvvətidir. Yəni 2 üstü 5-dir. Sonlu onluq kəsir şəklində göstərə bilmək üçün də məxrəc ya 2-nin qüvvəti olmalı idi, ya 5-in qüvvəti olmalı idi, ya da 2 ilə 5-in deməli qüvvətləri hasilləri olmalı idi. Dostlar, burada yalnız 2-nin qüvvəti olduğu üçün bu şərt ödənir. Ona görə 31 dənə kəsirin hamısında deməli sonlu onluq kəsir şəklində göstərmək olur. Bu da olacaq bizdə B variantı. Növbəti baxırıq dostlar 22-ci suala. 22-ci sualda 2-nin deməli 0,3 və 0,4 hasilinə nisbəti üstə gəlinsin 2-nin 0,4 0,5 hasilinə nisbəti və 2-nin 4,5 və 4,6 hasilinə nisbəti. Üzürlü sayım, burada toplama yazmışam. İşarəni də düzəldək. Aha, 4,5 vurulsun 4,6 hasilinə nisbəti bərabərdir. Dostlar, gəlin sadələşmə aparaq. 2 bölünsün. 4,3 bizdə 9'da 3 deməkdir. 4,4 də 9'da 4. Üstə gəlinsin. Digərdə olacaq 2 bölünsün. 9'da 4 vurulsun 9'da 5. Onda digəri də 2 bölünsün. 9'da 5 vurulsun 9'da 6. Biraz da sadələşdirsək dostlar. Məxrəci deməli həmişə surətə qalxır. Elə biz məxrəcdəki 9 vurulsun 9 81 eləyir. Bunu yuxarı qaldırsaq 81 deməli vurulsun 2. Məxrəcdə 3 vur 4 var. Üstə gəlinsin 81 vurulsun 2. Məxrəcdə 4 vur 5 var. Və üstə gəlinsin 81 vurulsun 2. Məxrəcdə 5 vurulsun 6 var. Və dostlar, bu da bərabərdir. 81'i 2'yə vuranda 162 böl 3 vur 4. Üstə gəl 162 bölünsün 4 vur 5 və 162 bölünsün 5 vurulsun 6. Dostlar, buradan 162'ni mötərizə xaricine çıxarsam 3 vur 4'də 1, üstə gəlsin 4 vur 5'də 1 və üstə gəlsin 5 vurulsun 6'da 1 deməli ifadələri qalır. Buradan 162 vurulsun. Dostlar, biz deməli aralarındakı fərqlər eyni qədər olan ardıcıl şəkildə belə kəsirlərin deməli hasillərini verirdisə, bu zaman deməli aradakı fərqi əmsal kimi qarşıya çıxardırdıq. 3 ilə 4, 4 ilə 5 arasındakı fərq 1 olduğu üçün deməli həmin ədədin tərsini qarşıya çıxarmağın mənası yoxdur. Elə mən bunu birbaşa 3'də 1 çıxılsın 4'də 1 kimi yaza bilərəm. Üstə gəlinsin 4 vur 5'də 1'i 4'də 1 çıxılsın 5'də 1 kimi yaza bilərik. Və üstə gəlinsin 5'də 1 çıxılsın 6'da 1 kimi yazsaq, nəticədə bu zaman mənfi 4'də 1 ilə müsbət 4'də 1, mənfi 5'də 1, müsbət 5'də 1, bunlar ixtisar gedir. 162 vurulsun, 3'də 1 çıxılsın 6'da 1 qalır. Və dostlar, 3'də 1-dən 6'da 1 çıxanda ortaq məxrəc 6'dır. 3'ə 2 dəfə, 6'ya 1 dəfə çıxanda 1 qalır. Bu da bərabərdir. 162'ni 6'ya böldükdə 16 6'ya 2 dəfə, 42 də 6'ya 7 dəfə düşür.
Deməli, cavabımız olacaq bizim 27. Yəni Y variantı. Növbəti baxırıq dostlar. 23-cü suala. 23-cü sualda deyir ki, n-in neçə natural qiymətində 3n-9-un n plus 1-ə nisbəti kəsri, deməli, kəsrin qiyməti natural ədəddir. Dostlar, kəsrin qiymətinin natural ədəd olması üçün, deməli, 3n-9 n plus 1-ə tam bölünməlidir. Onda gəlin yazaq. 3n-9 bölünsün n plus 1 qiyməti tam olmalıdır. Mən bunu daha rahat necə eləyə bilərəm? Deməli, məxrəcdə n plus 1 var. Surətdə də n plus 1-in deməli neçəsə mislini yazmaq istəyirəm. Əgər 3 əmsalım varsa, mən bunu 3n üstə gəl 3 minus 12 şəklində yaza bilərəm. Nəticədə 3 minus 12 bizə mənfi 9 qiymətini verir. Yəni, eynilik olaraq alınır. Bunu da dostlar belə yazarıq. 3n üstə gəl 3-ün n plus 1-ə nisbəti və deməli 12-nin də 1-ə nisbəti kimi. 1-ə yox, üzrü sayın. 12-nin də deməli n üstə gəlsin 1-ə nisbəti kimi. Aha. Və dostlar, birinci kəsri 3-ü ixtisar aparsaq, n plus 1-i ixtisar aparsaq, nəticədə deməli 3 qiyməti qalacaq. Çıxılsın, 12 bölünsün, n plus 1 qiymətimiz var. Dostlar, deyir ki, kəsrin qiyməti natural ədəd olsun. Dostlar, kəsrin qiymətinin natural ədəd olması üçün bizim deməli bu ifadə ya bizdə 1 qiymət almalıdır, ya da ki, deməli 2 qiymət almalıdır. Çünki dostlar, biz artıq buna 2-dən artıq qiymət versək, məsələn 3 qiyməti versək, 3-dən 3 çıxanda 0 eləyir. Bu zaman deyir ki, kəsrin qiyməti natural ədəd olmalıdır. Kəsrin qiyməti natural olması şərti ödənməz. Onda dostlar, bizim bu ifadənin qiyməti ya 1 olmalıdır, ya da 2 olmalıdır. Birinci halda dostlar, deməli 12 bölünsün, n üstə gəlsin 1 ifadəsinin qiymətinin 1 olması üçün bu zaman deməli n üstə gəlsin 1 bərabərdir 12-yə, n də bərabərdir 11 olmalıdır. İkinci halda 12 bölünsün n üstə gəl 1 ifadəsinin qiymətinin 2 olması üçün çarpaz vursaq 2n üstə gəl 2 bərabərdir 12-yə, 2n-in bərabərdir 10-a, n də bərabərdir 5 olmalıdır. Deməli n 2 müxtəlif qiymət ala bilər. Buna görə də cavabımız olacaq bizim B variantı. Növbəti baxırıq dostlar 24-cü suala. 24-cü sualda deyir ki, B kiçik bərabərdir 4-dən və AB ədədinin BA ədədinə nisbəti bizə deyir ki, şəklində olan neçə düzgün kəsir var. Dostlar, deməli AB-nin BA-ya nisbəti düzgün olan deyir ki, neçə kəsiri var. Dostlar, B kiçik bərabərdir 4 deyirsə, B-nin ala biləcəyi qiymət 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, bir də 4 ola bilər. Bu zaman dostlar, B-yə mən bir qiyməti yazsam, bu zaman deməli 10 neçə və burada A1 qiyməti yazmalıyıq. A-yı artıq istənilən biz rəqəmi yazdıqda bu zaman surət məxrəcdə ya bərabər ola bilər, ya da böyük ola bilər. Ən kiçik A-ya biz 1 yaza bilərik. Dostlar, A-ya 1 yazdıqda artıq deməli bərabər olur surət məxrəcə, yəni düzgün olmayan kəsri alırıq və birdən böyük qiymətlər yaza bilərik, yenə də kəsrin qiyməti düzgün olmayan olacaq. Bu zaman dostlar, deməli B-nin bir qiyməti ödəmir, yəni bir qiymətini götürə bilməyəcəm. Dostlar, 2 qiymətini yoxlasaq, bu zaman deməli 20A, yəni 20 neçə, surətdə də A2 qiyməti yaza bilərik. Bu zaman A-ya verə biləcəyimiz qiymət deməli bərabərdir bizdə yalnız bir qiyməti. Əgər 1 desək, 21-də 12 kəsr ala bilərik. Yəni 2-dən A kiçik olmalıdır, bu zaman 1 yaza bilərik. Dostlar, 3-cü halda əgər B-yə 3 qiyməti yazsam, bu zaman 30 neçədə A3 ədədi yazmış oluruq. Bu zaman dostlar, onda A-nın ala biləcəyi qiymətlər bizdə dostlar, A-ya 1 yaza bilərik, bir də 2 qiyməti yaza bilərik. A-ya 1 yazsaq, ədədimiz olacaq 31-də 13. A-ya 2 yazsaq, ədədimiz olacaq 32-də 23 ədədi. Bayaqkında isə dostlar, A-ya 1 yazdıqda bizə 21-də 12 ədədi vermişdi. Növbəti halda B-yə 4 qiyməti versək, onda 40 neçədə A4 ədədi almış oluram və dostlar, bu zaman A-nın ala biləcəyi qiymətlər 1, 2, 3 qiymətlərdir. Artıq 4 yazsaq düzgün olmayan kəsir alınır. A-ya 1 dedikdə kəsirimiz 41-də 14 olur. A-ya 2 dedikdə 42-də 24 olur və A-ya 3 dedikdə 43-də 34 olacaq.
Və dostlar, bizə deyir ki, bu şərti ödəyən neçə düzgün kəsiri var? 1, 2, 3, 4, 5, 6 dənə düzgün kəsiri var. Dostlar, bu da olur. Deməli, 6 dənə D variantı. Növbəti baxırıq 25-ci suala. Dostlar, 25-ci sualda bizə nə deyir? Məxrəci 115 olan neçə ixtisar olunan düzgün kəsir var? Deməli, 25-ci sual. Məxrəci 115 olan neçə ixtisar olunan düzgün kəsir istəyir? Dostlar, düzgün kəsir deyirsə, biz bilirik ki, surətimiz məxrəcdən kiçik olmalıdır. Yəni, x kiçik olmalıdır 115-dən. Birincisi dostlar, əgər mən 1-dən 115-ə qədər ədədlər götürsəm, bu zaman 115-də 115 düzgün olmayan kəsir olacaq. Deməli, düzgün olması üçün surət 115-dən kiçik qiymət almalıydı. Bu zaman mən deməli surətim 114 ola bilər. Yəni 1-dən 114 də daxil olmaqla ədədlər bu şərti ödəyir. Bizə deyir ki, bunların içərisində deməli neçəsi ixtisar olunandır. Dostlar, ixtisar olunmayanların sayını tapanda bu zaman deməli 115-i vuruqlara ayırırdıq. 115 bərabərdir 23 üstü 1 vurulsun 5 üstü 1-ə. Və qayda belə idi ki, 115 vurulsun 1 çıxılsın 23-də 1 və 1 çıxılsın deməli 5-də 1. Bu ifadəni hesablamalıydım. Və dostlar, bu da bərabərdir 115 vurulsun 23-də 22 və 5-də 4. Bu zaman ixtisar getdikdə nəticədə 22 vurulsun 4 bərabərdir 88. Dostlar, bununla biz deməli ixtisar olunmayan deməli kəsirlərin sayını tapdıq. İxtisar olunmayan. Dostlar, ixtisar olunmayan 88 dənə kəsiri var. Məndən ixtisar olunan düzgün kəsirləri istəyirsə, mən 115-dən yox, 114-dən çıxıram. Çünki 115-də 115 düzgün olmayan sayılırdı. 114-dən ixtisar olunmayanları çıxdıqda, yəni bu 88-i çıxdıqda nəticədə 26 dənə kəsir qalır ki, bunlar ixtisar olunanlardır. Buna görə cavabımız olacaq, deməli, Y variantı. Növbəti dostlar, baxırıq 26-cı suala. 26-cı sualda deyir ki, məxrəci 91 olan neçə ixtisar olunan düzgün kəsir var? Birincisi dostlar, məxrəci 91 olan, deməli, düzgün kəsirləri götürürəm. Düzgün kəsirlər deyiriksə, bu zaman surət 91-dən kiçik olmalıdır. Bu şərti ödəyən bizdə 90 dənə kəsiri var ki, düzgün kəsirdir. Məndən ixtisar olunanların sayını istəyir. Dostlar, ixtisar olunmayanların sayını tapsam, 91 bilirik ki, 91 bərabərdir 7 vurulsun, deməli 13-ə. Düzdür, 7 vurulsun 13-ə. Yəni 7 üstü 1, 13 üstü 1. Bu zaman mən ixtisar olunmayanların sayını tapsam, deməli bu şəkildə həlləməliyik. 91 vurulsun 1 minus 7-də 1 və 1 minus 13-də 1. Bu da bərabərdir. 91 vurulsun 7-də 6, bir də 13-də 12. Buradan 91 ilə 7, 13 ixtisar gedir. 6-nı da 12-yə vurduqda nəticədə 72 alırıq. 72 dostlar nədir? İxtisar olunmayanların sayıdır. Gəlin buna minus yazaq ki, qarışmasın. Yəni bunlar ixtisar olunmayanlardır. 90 dənə düzgün kəsiri var. Bunlardan 72-si ixtisar olunmayandır. Onda ixtisar olunan neçə dənə var? 90-dan 72 çıxanda nəticədə 18 dənə kəsir qalır. Bu da olur bizdə Y variantı. Növbəti baxırıq dostlar 27-ci suala. 27-ci sualda x, y qarşılıqlı sadə ədədlər üçün deməli x-in y-ə nisbəti bərabərdir 0,2 dövrdə 6-ya. Deyir ki, x, y hasilini tapın. Dostlar, x, y deməli qarşılıqlı sadədirsə, yəni bunların ortaq vuruğu yoxdur. Onda mən 0,2 dövrdə 6 ədədini sadələşdirəndə bu zaman ədədi elə bir formada saxlamalıyam ki, deməli, surət və məxrəc qarşılıqlı sadə formada görünsün. Dostlar, 0,2 dövrdə 6 bərabərdir. Bu zaman dövrdəki ədədin sayı qədər 9 yazırdıq. Tam hissə ilə dövr hissənin arasında qalan rəqəmin sayı qədər 0 yazırıq və ədədi olduğu kimi yazıb bundan arada qalan hissəni çıxırdıq. Bu da bərabərdir bizdə, deməli, 90-da 24-ə. Dostlar, 90-da 24-də 6-ya ixtisar gedir. Bu zaman 24-ü 6-ya böldükdə 4 qalır. 90-da 6-ya böldükdə 15 qalır. Nəticədə 15 ilə 4 qarşılıqlı sadə olduğu üçün deməli x-ın da y qarşılıqlı sadə idi.
Deməli, biz x-i və y-i tapmış olduq. Yəni, bu o demək ki, x bərabərdir 4-ə, y də bərabərdir 15-ə. Məndən x, y hasilini istəyir. Bu da bərabərdir 4 vurulsun 15, yəni 60 qiyməti. Cavabımız 60 olacaq. Növbəti baxırıq dostlar 28-ci suala. 28-ci sualda deyir ki, məxrəci 5280 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Dostlar, deməli, düzgün kəsirlərdir. Məxrəci 5280-dir. Yəni, surətin ala biləcəyi qiymətlər 5280-dən kiçik olmalıdır ki, kəsir düzgün kəsir olsun. Bizə deyir ki, neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Dostlar, biz bilirik ki, kəsiri sonlu onluq kəsir şəklində göstərə bilmək üçün, deməli, bu zaman onun məxrəci yalnız 2-nin, 5-in və yaxud da onların hasillərinin qüvvətləri olmalıdır. Məxrəci yalnız ya 2-nin qüvvətlərini görə bilərəm, ya 5-in qüvvətlərini, ya da onların hasillərinin qüvvətlərini görə bilərəm. Dostlar, gəlin birinci 5280-i vuruqlara ayıraq ki, görək bunun 2-dən, 5-dən əlavə hansı vuruqları var. Birinci mən bunu 2-yə bölsəm, nəticədə deməli 2640 almış oluram. Bir də 2-yə böldükdə 1320 alınır. Bir də 2-yə böldükdə 6, 6, 0. Aha. Bir də bunu 2-yə böldükdə 330. Bir də 2-yə böldükdə 165. 165-i 3-ə böldükdə 55. Aha, 55. Bunu da 5-ə böldükdə 11. 11 də 11-ə bölünür. Dostlar, deməli, bunun əlavə vuruqları bizdə 3 ilə 11 vuruğudur. 3 ilə 11 vuruğudursa, dostlar, deməli, bu o deməkdir ki, bizim kəsirimiz x bölünsün, 2 üstü 5, vurulsun 5 üstü 1, vurulsun bir də 3 üstü 1, 11 üstü 1 şəklindədir. Bu da bərabərdir, dostlar, x bölünsün, 2 üstü 5 vurulsun 5 üstü 1, vurulsun 3-ü 11-ə vurduqda bizə 33 qiyməti verməlidir. Dostlar, onda surət elə bir qiymətləri almalıdır ki, mən surəti deməli məxrəcdəki 33-dən ixtisar eləyəndə yalnız 2-nin və 5-in qüvvətləri qalsın. Bu zaman dostlar, deməli surətdə 33-ə bölünən ədədlər olsa, bu zaman ədədi surəti məxrəclə ixtisar eləyəndə 33-ü ixtisar gedər və sonlu onluq kəsir şəklində göstərilə bilən ədədlər qalar. Deməli, surətdə 33-ün misilləri olmalıdır. Yəni, qısacası x-in yerinə götürüb mən 33 tutaq ki, y kimi belə bir ədəd yaza bilərəm. Bu zaman dostlar, gəlin 5280-i 33-ə bölək, görək bu şərti ödəyən neçə ədəd var. Bu zaman dostlar, 5280-i 33-ə böldükdə nəticədə 160 qiyməti qalır. Dostlar, deməli, buradan belə bir nəticəyə gəlirik ki, bu şərti ödəyən 160 dənə ədəd var ki, yəni 33-ün 1 misli, 33-ün 2 misli, 33-ün 3 misli və s. ən sonda 33-ün 160 misli. Bu şərti ödəyir ki, deməli, surətlə məxrəc 33-ü ixtisar gedir, nəticədə 2-nin 5-in qüvvətləri qalır. Və dostlar, mən bu zaman 5280-i özündə götürmüş oluram. Əgər 160 ədəd götürsəm, yalnız biz bilirik ki, bizdən düzgün kəsirləri istəyir. Onda biz cavabı 160 deyil, 159 götürməliyik ki, 5280 özünü götürməyək. Kəsirin düzgün kəsir olması üçün. Növbəti dostlar, keçirik 29-cu suala. Dostlar, 29-cu sualda deyir ki, məxrəci 3300 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərə bilərik? Dostlar, birincisi qeyd eləyək ki, düzgün kəsirlər deyib, yəni kəsirin surəti məxrəcindən kiçik olmalıdır. Yəni, x kiçikdir 3300-dən. İkincisi, kəsirin deməli, ixtisar elədikdə sonlu onluq kəsir şəklində ala bilməyimiz üçün, ixtisardan sonra kəsirin məxrəcində ya 2-nin qüvvəti, ya 5-in qüvvəti, ya da 2 ilə 5-in qüvvətləri hasilləri olmalıdır. Dostlar, gəlin birinci 3300-ü vuruqlara ayıraq görək, bunun əlavə 2-dən 5-dən əlavə hansı vuruqları var? Dostlar, birinci mən bunu 2-yə bölsəm, düşür deməli 1650. Bunu da dostlar, təzədən 2-yə bölsək, düşür 825. Artıq 2-yə bölə bilmirik. Bu dəfə 3-ə bölmə aparsaq, bu zaman deməli olacaq 275. Bunu artıq 3-ə bölə bilmirik. 3-ə bölünmür. 5-ə bölsək, alınacaq deməli, alınacaq 55.
Bunu da 5-ə bölsək, qalır 11, 11 də 11-ə bölünür. Dostlar, nəticədə biz aldıq ki, 3300 bərabərdir 2-nin kvadratı vurulsun 5-in kvadratı vurulsun 3 üstü 1 vurulsun 11 üstü 1. Dostlar, deməli biz bilirik ki, sonlu onluq kəsr şəklində göstərə bilmək üçün məxrəc ya 2-nin, ya 5-in, ya da onların hasillərinin qüvvəti olmalıdır. Burada əlavə vuruq bizdə 3 üstü 1, bir də 11 üstü 1 var. Yəni, əlavə 33 vuruğumuz var. 3-ün 11-ə hasili 33 eləyir. Yəni, mən bunu 2-nin kvadratı vurulsun 5-in kvadratı vurulsun 33 şəklində saxlaya bilərəm. Dostlar, deməli, surət elə bir ədəd olmalıdır ki, biz bunu deməli, məxrəclə ixtisar elədikdə bu zaman 33-ü ixtisar getməli ki, məxrəcdə yalnız 2-nin, 5-in qüvvətləri qalsın. Onda dostlar, surətlə məxrəc 33-ü ixtisar gedirsə, bu zaman gəlin 3300-ü 33-ə bölək, görək bu şərti ödəyən neçə ədədimiz var. Əgər 3300-ü 33-ə bölsəm, bu zaman bizim qiymətimiz 100 olacaq. Yəni, bu şərti ödəyən 100 dənə ədəd var. Amma mən cavabı 100 götürsəm, bu zaman surətdə 3300-ün özünü də götürmüş oluram. Biz isə bilirik ki, kəsirimiz düzgün kəsirdir. Düzgün kəsirdirsə, deməli 3300-ün surətdə özünü götürə bilmərəm. Onda 100-dən 1-ni çıxırıq, 99 dənə qiymət götürürük. Yəni, dostlar, bu o demək ki, 33-ün 1 qatı, 33-ün 2 qatı, 3 qatı, 4 qatı və s. ən sonuncu surətdə 33-ün 99 qatı ola bilər. Yəni, bu deməkdir. 99 dənə bu şərti ödəyən ədəd var. Növbəti baxırıq, dostlar, 30-cu suala. 30-cu sualda deyir ki, n-in neçə tam qiymətində 3n kvadrat üstə gəlsin 5n minus 12 bölünsün n ifadəsi kəsirinin qiyməti tam ədəd olar. Dostlar, bunu mən tapmaq üçün birinci sadələşdirirəm. 3n kvadratını n-ə böldükdə 3n verir. Üstə gəlsin 5n-i n-ə böldükdə 5 alıram və mənfi 12 bölünsün n-imiz var. Dostlar, ifadənin qiymətinin tam ədəd olması üçün 12 bölünsün n kəsirinin tam qiymət alması lazımdır. Dostlar, 12 bölünsün n kəsirinin tam qiymət ala bilməsi üçün n-in neçə tam qiymətindədir? Tam qiymət deyirsə, dostlar, n deməli müsbət də ala bilər, mənfi də ala bilər. Bu zaman 12-nin bölənləri çoxluğunu yazmalıyam. Onda müsbət mənfi 1, müsbət mənfi 2, müsbət mənfi 3, müsbət mənfi 4, müsbət mənfi 6 və müsbət mənfi 12 yaza bilərik. Deməli, dostlar, bu şərti ödəyən toplam bizdə 12 dənə ədədimiz var. Növbəti baxırıq, dostlar, 31-ci suala. 31-ci sualda deyir ki, A və B rəqəmləri üçün 0 tam B dövrdə A bərabərdir 9-da 4 olarsa, deyir ki, 9B üstəgəl A ifadəsinin qiymətini tapın. Dostlar, gəlin bunu sadələşdirək. Deməli, dövr hissəni sadələşdirəndə dövrdəki ədədin rəqəmin sayı qədər 9 yazırıq. Tam hissə ilə dövr hissənin arasında qalan rəqəmlərin sayı qədər 0 yazırıq və ədədi olduğu kimi oxuyub bundan arada qalan hissəni çıxırdıq. Bu bərabərdir bizdə 9-da 4-ə. Dostlar, biraz da sadələşdirsək, surətdə deməli, BA 2 rəqəmli ədədini açsaq, 10B üstə gəlsin A kimi yaza bilərik. Minus B-imiz var. Bərabərdir bizdə 9-da 4-ə. Buradan da dostlar, deməli, 90-da 10B-dən B-sini çıxanda 9B üstə gəlinsin A qalır. Bərabərdir 9-da 4-ə. Buradan da çarpaz vursaq 9B üstə gəl A-nın 9-a hasili bərabərdir 90-ın da 4-ə hasilinə. Dostlar, hər iki tərəfdən 9-a ixtisar getsə, bu zaman 9B üstə gəl A bərabərdir. Sağda da onu 4-ə vuranda 40 alırıq. Məndən də 9B üstə gəl A-nın nəyə bərabər olduğunu istəyirdi. Deməli, cavabımız 40-a bərabərdir. Növbəti baxırıq, dostlar, 32-ci suala. 32-ci sualda deyir ki, 1 bölünsün 0 tam dövrdə A, üstə gəlinsin 1 bölünsün 0 tam 0 dövrdə A və üstə gəlinsin 1 böl 0 tam 0 0 dövrdə A verib. Bərabərdir. Dostlar, gəlin yazaq. 1 bölünsün 0 tam dövrdə A 9-da A deməkdir. Üstə gəlinsin 1 böl 0 tam 0 dövrdə A, dövrdəkinin sayı qədər 9 yazırıq. Arada qalan rəqəmin sayı qədər 0 yazırıq və olduğu kimi oxuyanda elə bizə A verir. Və dostlar, üstə gəlinsin digəri də 1 bölünsün. Dövrdəki bir dənə rəqəm var deyə 9 yazırıq.
Arada 2 dənə 0 var deyə 2 0 yazırıq və dövrdəkini olduğu kimi yazdım. Bu da bərabərdir dostlar. 1 bölünsün ədədin tərsini götürmək deməkdir. Yəni 9-da A deyil. Mən buna A-da 9 götürməliyəm. Digərinə A-da 90 götürməliyəm və digərini də deməli A-da 900 götürməliyəm. Bu da bərabərdir bizdə. Bu da bərabərdir dostlar. Deməli, nəticədə alırıq A-da 9 üstəgəl 90, bir də 900, 999 edir və bizə deyir ki, bu cəm 333-ə bərabərdir. Onda dostlar, bu cəmi 333-ə bərabər götürsək, 999-un A-ya nisbəti 333 verirsə, deməli, A bərabərdir 3 olmalı ki, ədədi 3-ə böləndə 333 qiyməti alaq. Deməli, A bizdə 3 imiş. Növbəti baxırıq dostlar, 33-cü suala. 33-cü sualda deyir ki, verilmiş kəsrlər üçün uyğunluğu müəyyən edin. Birincisi, deməli, 7A3 ədədinin, deməli, 772-yə nisbəti. Belə bir kəsr verib mənə. Mənə deyir ki, bu kəsr düzgün kəsirdir. Dostlar, kəsrin düzgün kəsir olması üçün onun surəti məxrəcindən kiçik olmalıdır. Yəni, bu zaman A-nın ala biləcəyi qiymətlər 0, 1, 2, 3, 4, 5, 6, amma 7 yazsaq, surət bu zaman məxrəcdən böyük olur. Ona görə 0-dan 6 daxil olmaqla qiymətlər ala bilər. Bu zaman dostlar, A-nın ala biləcəyi ən kiçik qiymət 0-dır. Bu zaman deməli 1-ə uyğun gələn variant D variantı olur. A-nın ala biləcəyi maksimal qiymət 6-dır. Variantda bu yoxdur. A-ların cəmi 24 deyir B variantında. Gəlin baxaq. 0, 1, 2, 3 toplayanda 6, 4 gəl 10, 5 gəl 15, 6 gələndə 21. 24 eləmir, bu da ödəmir. Və yalnız bir dənə variant uyğun gəlir. A-ların sayı 7-dir dostlar. Bir də Y variantı da var. A-ların sayı 7-dir. Bəli, 0-dan 6 daxil olmaqla rəqəmlərin sayı bizə 7 dənə rəqəm verir. Buna görə bir də Y variantı uyğun gələcək. Dostlar, ikincisinə baxıram. İkincisidə deyir ki, A7, 8, 3 rəqəmli ədədinin, deməli, 7A 7-yə nisbəti düzgün kəsirdir. Yəni, dostlar, kəsirin düzgün olması üçün məxrəc surətdən böyük olmalıydı. A birinci rəqəm olduğu üçün bu dəfə 0 yaza bilmirəm. A-ya 1 yaza bilərik, 2 yaza bilərik, 3, 4, 5, 6. Amma 7 yazsaq dostlar, məxrəc 777 olar, surət 778 olar. Surət böyük olacağı üçün bu zaman 7 qiyməti yaza bilmərik. 1-dən 6-ya qədər qiymətlər yaza bilərik. A-nın ən kiçik qiyməti 1-dir. Buna C variantı uyğun gəlir. A-ların cəmi yenə 21 eləyir, 24 eləmir. A-nın ən böyük qiyməti 6-dır. Bu da variantda olmadığı üçün deməli yalnız bir dənə variantımız uyğun gələcək. Üçüncüdə dostlar deyir ki, 754-də A, 5, 4, 3 rəqəmli ədədir. Düzgün olmayan kəsirdir. Dostlar, düzgün olmayan olması üçün surət məxrəcdən ya böyük olmalıdır, ya da bərabər. Bu zaman A-ya mən 7 yaza bilərəm, 8 yaza bilərəm, 9 yaza bilərəm. 7 yazsaq elə surət məxrəci bərabər olacaq. Qalan hallarda isə böyük olacaq. 7, 8, 9-un cəmi 24 eləyir. Bu zaman B variantı uyğun gəlir. Və dostlar, deməli, A-nın ən kiçik qiyməti 7-dir, bir də A variantı uyğun gəlir. Deməli, 1-ə D-Y, 2-yə C, 3-ə də AB. Növbəti baxırıq 34-ə. Dostlar, 34-cü sualda sadələşdirmə aparsaq, birincisində 0 tam, deməli, dövrdə A, bu 9-da A deməkdir. Üstə gəl dövrdə B, 9-da B deməkdir. Məxrəcdə 0 tam 10-da A, üstə gəlsin 0 tam 10-da B verib. Dostlar, gəlin elə bunu da 10-da A üstə gəlsin 10-da B şəklində yazaq. 10-da A üstə gəlsin 10-da B şəklində. Bərabərdir. Dostlar, surətdə verilən ifadəni mən yaza bilərəm 9-da A plus B. Məxrəclər eyni olduğu üçün bir kəsirdə yazmaq olar. Məxrəcdə də yenə məxrəclər eynidir 10-dur. Bunu da A plus B şəklində yaza bilərik. Dostlar, iki kəsrin nisbətini yazdıqda birincini olduğu kimi yazırdım. Məxrəcdəkini isə tərsini yazırıq. Bölməni vurma ilə əvəz etsək, vurulsun A plus B-də deməli 10 şəklində yaza bilərik. Bu zaman A plus B-lər ixtisar gedir. Nəticədə 9-da 10 qiyməti qalır. 9-da 10 bu da olacaq dostlar. Deməli Y variantı. 1-ə Y variantı alınır. Bu tamam. İkincisində dostlar, deməli surətdə vardı bizdə 0 tam 10-da A, elə bunu 10-da A kimi yazıram. 0 tam 10-da B, bunu da 10-da B kimi yazırıq. Məxrəcdə dostlar 99-da A,
AA daha doğrusu bu cür yaza bilərik. Digərində 99-da BB şəklində yaza bilərik. Bu da bərabərdir dostlar. Surətdə deməli 10-da A plus B, məxrəc də eyni olduğu üçün 99-da AA üstə gəlinsin BB kimi yaza bilərik. Bu da bərabərdir. 10-da A plus B vurulsun. Bölməni vurma ilə əvəz eləyəndə kəsrin surəti ilə məxrəcinin yeri dəyişir. 99-da deməli verilən ifadənin tərsini yazırıq. 99 surətə qalxır. Bu da bərabərdir dostlar. 10-da A plus B vurulsun. 99 bölünsün məxrəcdəki ifadəni dostlar 11A üstə gəlinsin 11B kimi yaza bilərəm. Buradan da A plus B vur 99. Məxrəcdə də 10 vurulsun. 11-i kənara çıxardıqda A plus deməli B ifadəsi qalmış olur. Buradan dostlar A plus B-lər ixtisar gedir. 9-a 11-ə də ixtisar getsə yuxarıda 9 qalır. Nəticədə 10-da 9 kəsiri alırıq. Dostlar 10-da 9 da 0,9 deməkdir elə bu. Bu bizdə olacaq D variantı. Digər tərəfdən bu kəsir düzgün kəsirdir. Buna görə B variantı da uyğun gəlir. Və baxırıq 3-cü şərtə. 3-cü şərtdə dostlar deməli A tam dövrdə AA. Dostlar A tam dövrdə AA, yəni 99-da AA üstə gəlinsin B tam 99-da BB. Məxrəcdə də varımızdır dövrdə A, yəni 9-da A üstə gəlsin dövrdə B, yəni 9-da B bərabərdir. Dostlar deməli nə edirik? Buradan sadələşdirmə aparsaq A tam dostlar, AA ədədi 11A deməkdir, bayaqçından bilirik. 11A deməkdir. Mən bunu 11A-nı 99-da ixtisar aparsaq, 9-da elə A qalır. 11-i ixtisar gedəndə 9-da A qalır. BB ədədi də deməli 11B deməkdir. 99-da 11 ixtisar gedəndə elə burada qalacaq 9-da B ifadəsi. Məxrəcdə də 9-da A üstə gəlinsin, 9-da B ifadəsi varımızdır. Bərabərdir. Dostlar, surətdə A tam 9-da, 9-da deməli A-nı 9-a vurduqda 9-a, birini də gəldikdə 10-a alırıq. Üstə gəlsin, digəri də 9-da 10B deməkdir. Məxrəcdə də varımızda 9-da A üstə gəlinsin, 9-da B ifadəsi bərabərdir. Biraz da davam elətdirsək dostlar bunu. Bu da bərabərdir. Bərabərdir. Nəticədə rəngi dəyişək ki, qarışdırmayaq bu hissəni. Nəticədə dostlar, surətdə alınan ifadəmiz belə olacaq. Deməli, surətdə 9-da 10 vurğu hər ikisində var. Onu kənara çıxarırıq. A üstə gəlsin B. Və məxrəcimiz də, baxın, yerləşdirə bilmədiyim üçün buradan yazıram. Bu da 9-da deməli A plus B-dir. Bu da bərabərdir. Birinci kəsiri olduğu kimi yazıram. 9-da 10 vur A plus B. Məxrəci dostlar vurma kimi yazanda surətlə məxrəcin yeri dəyişirdi. A plus B də 9 olur. Buradan 9'lar gedir, A plus B'lər gedir, nəticədə 10 qiyməti qalır. 10 alınır, deməli cavabımız olacaq A variantı. Başqa qalan variantlarda uyğun gəlmir. Bitdi. Baxırıq növbəti dostlar 35-ə. 35-ci sualda deyir ki, n natural ədədinin deməli 3n-2-də 4n-13 kəsirini düzgün kəsirə çevirən qiymətlərinin cəmini tapın. Dostlar deməli kəsirin düzgün kəsir olması üçün kəsirin surəti onun məxrəcindən kiçik olmalıdır. Digər tərəfdən də surəti də məxrəci sıfırdan böyük götürməliyik. 4n-13-ü də sıfırdan böyük götürməliyəm. 3n-2-ni də sıfırdan böyük götürməliyəm. Gəlin də sadələşdirək. Deməli, buradan sadələşdirsək, 3n-i ifadənin sol tərəfinə keçirirəm. İşarəsi dəyişir, mənfi olur. 13 də sağa keçəndə mənfi idi, müsbət olur. Bu zaman nəticədə n kiçikdir, deməli 11-dən. Baxın, belə bir ifadəmiz qalır. N 11-dən kiçik qiymətlər alır. Bu 1. İkincisi dostlar, sağ tərəfdəki ifadələri də sadələşdirməliyəm. Buradan 4n birincidən böyükdür. 13-ü sağa atanda müsbət 13 olur. N də böyükdür, deməli 13-ü 4-ə böldükdə bizə 3,4 qiyməti verir. N 3,4-dən böyük olmalıdır. İkinci ifadəni də sadələşdirsəm, 3n-2 sıfırdan böyükdür. 3n bu zaman 2-ni sağa keçirsəm 2-dən böyükdür. N də böyükdür. Hər tərəfi 3-ə böləndə 3 də 2-dən. Dostlar, deməli bu 3 şərtin 3-ü də ödənməlidir. Birincisi, n deməli 11-dən kiçik qiymətlər almalıydı və 11-in özünü ala bilməz. Bu 1.
n deməli 3 tam 4də 1-dən böyük qiymətlər almalıdır. Bu bizdə 3 tam 4də 1. Deməli, bundan böyük qiymətlər almalıdır. Aha. Digər tərəfdən də n 3də 2-dən deməli böyük qiymətlər almalıdır. Dostlar, 3-ün də ödəndiyi hissə bizdə baxın bu hissədir və bunların özlərini ala bilmir. Bu hissədə dostlar 3 tam 4də 1 ilə 11 arasında n hansı natural qiymətlər ala bilər? 4, 5, 6, 7, 8, 9 və 10 qiymətləri ala bilər. Bizdən deməli bu qiymətlərin cəmini istəyir. 4 üstə gəl 5, 9, 6 gəl 15, 7 gəl 22, 8 gəl 30, 9 gəl 39, 10 da gələndə deməli cəm 49 verəcək. Bu qiymətlərin cəmi 49-dur. Növbəti baxırıq dostlar 36-cı suala. 36-cı sualda oxşar sual verilib. Deyir, n natural ədədinin verilmiş kəsri düzgün kəsrə çevirən qiymətlərin cəmini tapın. Dostlar, kəsirin düzgün kəsir olması üçün 5n çıxılsın 16 kiçik olmalıdır 4n minus 6-dan. Digər tərəfdən kəsirin surəti də, məxrəci də bizdə müsbət qiymətlər almalıdır. Baxın, bu üç şərtin üçünü də ödəyən deməli həlləri axtarmalıyam. Birincisi, dostlar, birinci ifadəni sadələşdirmək üçün bu zaman 4n-i sola keçirirəm, olur mənfi. 16 mənfidir, sağa keçir müsbət olur. Bu zaman n kiçikdir, deməli ondan alıram. Bu bizim bir şərtimiz. İkincisi, deməli 5n minus 16 sıfırdan böyükdür. 16 sağa keçəndə müsbət olur. Hər tərəfi 5-ə bölsəm n böyükdür. 3 tam, deməli 10-da 2-dən. Hər tərəfi 5-ə bölsək, 16-nı da 5-ə böləndə 3 tam 10-da 2 eləyir. 3 tam 10-da 2-dən böyük olmalıdır. Və üçüncüsü, dostlar, 4n minus 6 sıfırdan böyükdür. Mənfi 6 sağa keçir, müsbət olur. Hər tərəfi də 4-ə bölsək, sağda 4-də 6, yəni 2-də 3, yəni 1 tam 10-da 5 qiymət alıram. N 1 10-da 5-dən böyük olmalıdır. Və dostlar, bu üçünü də ödəyən həlləri axtarmalıyıq. Birincisi, n 10-dan kiçik qiymətləri almalıydı. Yəni, ədəd oxunda sola çəkirik bunu. İkincisi, n 3 tam 10-da 2-dən böyük qiymətlər almalıdır. Bura 3 tam 10-da 2 və özünü ala bilməz. Bundan böyük qiymətləri almalıdır. Və dostlar, digər tərəfdən n deməli 1 tam 10-da 5-dən böyük qiymətlər almalıdır. Burada 1 tam 10-da 5 yazırıq və bundan böyük qiymətlər almalıdır. Hər üçünü ödəyən aralıq bizdə nədir? Hər üçünü ödəyən aralıq 3 10-da 2 ilə 10 aralığıdır. Dostlar, 3 10-da 2 10 aralığında n-in natural həlləri hansılardır? 4, 5, 6, 7, 8, 9. Məndən bu həllərin cəmini istəyir, toplayırıq. 4 üstə gəl 5, 9, 6 gəl 15, 7 gəl 22, 8 gəl 30, 9 da gələndə 39 qiymət alınır. Və deməli cavabımız 39-dur. Növbəti baxırıq dostlar 37-ci suala. Deməli, görək 37 varmı? Bəli, 37-ci sualımız var. Dostlar, deyir ki, 37-ci sualda A-nın neçə qiymətində 0 tam 2 dövrdə A üstə gəlsin 0 tam A dövrdə 3 ifadəsinin qiyməti düzgün kəsir olar. Gəl birinci bu ifadənin qiymətini sadələşdirək. Bərabərdir. Biz bilirik ki, dövrü kəsir verəndə dövrdəki rəqəmin sayı qədər 9, arada qalan rəqəmin sayı qədər 0 yazırdıq. Və surəti olduğu kimi oxuyub, bundan arada qalan rəqəmi çıxırdıq. Üstə gəlsin, digər kəsirdə də dövrdə bir dənə rəqəm var deyə 1, 9 yazıram. Arada qalan rəqəm 1 ədəddir deyə bir dənə 0 yazıram. Və A3 ədədindən çıxırıq 3-ü. Bu da bərabərdir dostlar. Buradan deməli ortaq məxrəc ilə 90 məxrəclər eyni olduğu kimi yazırıq. 2 ədədini 20 üstə gəlsin A kimi yaza bilərəm. Minus 2. Üstə gəlsin A3 ədədində 10A üstə gəlsin 3. Minus 3 şəklində yaza bilərik. Bu da bərabərdir dostlar. 90-da A ilə 10A'nın cəmi bizə 11A verəcək. Və dostlar 20 çıxılsın 2, 18. Bu üçlər də bir-birini apar, elə müsbət 18 qalır. Dostlar, bizə deyir ki, A-nın neçə qiymətində ifadənin qiyməti düzgün kəsir olar və A rəqəmdir. Dostlar, ifadənin qiymətinin düzgün kəsir olması üçün bu zaman kəsirin surəti məxrəcindən kiçik olmalıdır. Onda 11A, 18 sağ tərəfə keçirirəm. 90 minus 18 olacaq 72. Hər tərəfi də 11-ə bölsək, sağ tərəfdə 72 bölünsün 11. Yəni A kiçikdir. 72-ni 11-ə böləndə düşəcək 6 tam 11-də 6.
Deməli, A rəqəmdirsə, A-nın ala biləcəyi qiymətlər 0, A deməli bərabərdir 0, 1, 2, 3, 4, 5 və 6. Deməli, A-nın ala biləcəyi qiymətlərin sayı 7 dənə qiymətdir. Növbəti dostlar, baxırıq 38-ci suala. 38-ci sualda da oxşar sual verilib. Deyir ki, 0,4 dövrdə A, üstə gəlsin 0,A dövrdə 5 ifadəsini, deməli, qiyməti düzgün kəsr olar. A-nın neçə qiymətində? Və A rəqəmdir. Dostlar, gəlin sadələşdirək. Deməli, dövrü kəsir verilib. Dövrdəki rəqəmin sayı qədər 9 yazırdıq. Tam hissə ilə dövrü hissənin arasında qalan rəqəmin sayı qədər 0 yazırdıq. Və ədədi olduğu kimi oxuyub bundan, deməli, arada qalan hissəni çıxırdıq. Üstə gəlinsin, digəri də 90-da eyni qaydada verildiyi üçün birbaşa yazıram. A5 ədədindən arada qalan hissəni A-nı çıxırıq. Məxrəcləri eyni olduğu üçün bir kəsirdə yazıram. 4A, yəni 40 üstə gəl A deməkdir. Minus 4, plus digəri də 10A üstə gəl 5 minus A deməkdir. Bərabərdir dostlar. Bu da bərabərdir 90-da. Dostlar, deməli, A ilə 10A-nın cəmi 11A, bir də minus A-mız var. Bu bizə nəticədə elə 10A verəcək. 40-dan 4-ün çıxanda nəticədə 36 qalır. Bir də üstə gəlsin 5 bərabərdir 41-ə. Dostlar, bu zaman biz nəticədə aldıq ki, 90-da 10A üstə gəl 41 kəsri. Bizə deyir ki, bu kəsir düzgün kəsr olsun. Kəsirin düzgün kəsir olması üçün onun surəti məxrəcindən kiçik olmalıdır. Bu zaman 10A kiçikdir. 41-i sağa keçirəndə mənfi olur. 90-dan 41-in çıxanda nəticədə, deməli, 49 qiyməti qalır. Hər tərəfi 10-a bölsək, A kiçikdir 4,9-dan. Dostlar, A-nın ala biləcəyi qiymətləri istəyirsə, A şərtə görə rəqəmlərdir. Bu zaman 0, 1, 2, 3, 4 qiymətləri ala bilər ki, 4,9-dan kiçik olsun. Bu zaman A-nın ala biləcəyi qiymətlərin sayı 5 ədəddir. Deməli, cavabımız 5-dir.